Əziz dostlar, kanalımıza abunə yazılmağı unutmayın. Bu, sizin bizə real dəstəyiniz olacaq. Peyğəmbərim, nələr olur bu dünyada? Peyğəmbərim, sirlər olur bu dünyada. Namərd mərdə, nahaq haqqa, əyri düzə, pis yaxşıya gülər olur bu dünyada. Anlat mənə, öyrət mənə bu hikməti, Peyğəmbərim bilər olur bu dünyada. Nədən axı həqiqətin ürəyini min güroxlar dələr olur bu dünyada. Peyğəmbərim, söylə niyə səadətdən sərməst olmaq hədər olur bu dünyada. Hər sevincin, hər şadlığın son anında qüssə olur, kədər olur bu dünyada. Ömür adlı dəyirmanda dərd ütmək, qəm eləmək qədər olur bu dünyada. Onun üçünmü söz anlayan, hal bilənlər, hamıdan tez gedər olur bu dünyadan. Nə yaxşı ki, bizimlə bu əzabları Peyğəmbərim bölər olur bu dünyada. Nə yaxşı ki, məzlumların göz yaşını Peyğəmbərim silər olur bu dünyada. Bu dünyaya kimlər gəldi, bu dünyadan kimlər keçdi, bu dünyaya qəmlər gəldi, bu dünyadan qəmlər keçdi. Dünya uzun dərd kərvanı, dünya sanki həzin köçdü. Bu kərvanla gedən getdi, bu köç ilə köçən köçdü. Bu dünyanın divanından baş götürüb qaçan qaçdı. Peyğəmbərim, anlat mənə, dünya həm dolu, həm boşdur. Bu boşluqlar arasından, bu heçliklər sırasından parıl parıl parıldayan, işım işım işıldayan bir nur axdı ürəyimə, əfsun dolu, sehir dolu. Bir yol baxdı ürəyimə, murad yolu, niyyət yolu. Bu ilahi işıq seli gözlərimi qamaşdırdı. Bu nur məni xəyallarda Peyğəmbərə qovuşdurdu. Şəfəq rəngli kölgəsinin izlərini öpdüm həmən. Dedim mənəm hüzurunda bir zamanlar səndən dönən. O günah üçün əfv et məni, imdad elə aman dedim. Sənə dua edəcəyəm, ölənəcəyən inan dedim. Sənsizliyin ağrısını yana-yana çox çəkmişəm. O görünməz xəyalına gözlərimi çox dikmişəm. Şübhələrdən qurtar məni, ürəyimdə ümid bitir. Yerdə yerim daralıbdır, məni üfüqlərə yetir. Mavilikdən don biç mənə, dərgahına apar məni. Suallardan uzaqlaşdır, əzablardan qurtar məni. Sən alilər alisisən, Peyğəmbərlər möhrüsən. Sən bəşərin heyrətamiz, əsrarəngiz seyrisən. İki oxluq məsafədən Tanrımızı görən zaman nə biləydin yer üzünü bürüyəcək bunca yalan? Kəbədəki kisvə kimi cahan bugün geyib qara. Dünya yanır od içində, de müsəlman qaçsın hara. Nədən bugün yer üzündə iblis meydan sulayırdı? Nədən gavur torpağımda bayquş kimi ulayırdı? Ey göylərə mirac edən dünyanın ən mükəmməli, hökm eləsən torpağımdan boşa çıxsın düşmənəli. Sən Allahın elçisisən, cəbrinə bel bağlamışıq. Haq yolunun yolçususan,
səbrinə bel bağlamışıq. Şəfqətini artıq elə, imanına sığınmışıq. O müqəddəs kitabına, Quranına tapınmışıq. Ey Kəbəni bizim üçün qiblə edən qibləgahım, yorulmarıq sənə sonsuz səcdələrdən səcdəgahım. Gecə gündüz nət söyləsəm, tərif yazsam şərəfinə, bilirəm ki, layiq olmaz o qədəmi şərifinə. Peyğəmbərim, yerə göyə sığmaz sənin kəramətin. Bugün bizim xilasımız yalnız sənin şəfaətin.